Salam əziz şagirdlər, bugün sizlərə DİM-test toplusundan isim bölməsinin izahını verəcəm. Test 1-də isimlərdən ibarət olan bəndi müəyyən edin deyir. A variantında hamısı isimdir. Bəs görək ki, o biri variantlarda nələr pozur. B-də axşam isim də ola bilər, zərf də ola bilər. Dünənki sifətdir, xeyli saydı. C-də oxumaq məstər, şirin sifət. D-də danışmaq məstər. E-də uca sifət, axtarmaq da məqsəd. Məstər. 2. Mücərrəd mənalı isimləri müəyyən edin. A variantında başlıq, gözlük, çürüntü bunları görürük, ona görə çıxdı. B-də gürültü, xışıltı, yaxşılıq, sevgi. Bunları hiss edirik. Hiss edilən şeylər konkret deyil, mücərrəddir. Ona görə B-də hamısı olacaq mücərrəd. C-də qovurmadır, soyutmadır, süzmədir. Bunları biz görürük deyə konkretdir. Sonra D-də darağı, odunluğu, meşəliyi görürsən. E-də arabaçını görürsən, yoldaşı görürsən. Sonra 3. Yenə mücərrəd mənalı indi düzəltmə isimləri seçir. Bax, bu suala, testi işləyərkən sualın şərtinə diqqətlə fikir verin. Sizdən həm deyir ki, isim mücərrəd olsun, həm də düzəltmə olsun. A variantında düzəltmədir üçü də, lakin mücərrəd deyil, konkretdir. B-də də yenə yataq, kəsək, daraq düzəltmə olsa da mücərrəd deyil, konkretdir. Amma C-də gözəllik, qavrayış, üzüntü bunlar hiss olunan bir şeylərdir. Hiss olunan bir şeylərdir deyə bunlar olacaq deməli mücərrəd, həmçinin düzəltmə isimlər. D-də üçü də görünür, konkretdir. Y-də də onu kimi. 4. Hara sualına cavab verən isimləri müəyyən edin. Hara sualına cavab verən məkanlar olacaq. O da olacaq D variantı. A-da şagird, pozur. Sonra B-də daş. C-də hər üçü. Y-də də parlaq, işıqlı. Bunlar sifətlərdir, isim deyil. Qızıl da həmçinin hara yox, nə sualına cavab verir. 5. Hansı cərgədəki sözlər toplu isimlərdir? Toplu isimlər deyərkən sizə canlıları götürməlisiniz. Birdən bir də görsən ki, şagird sual verir. Ay müəllim, bəs meşə sözündə də çoxlu ağaçlar var axı. Biz onu niyə toplu isim götürmürük? Toplu isimlər deyilərkən yalnız canlılar nəzərdə tutulur. Ya heyvanlar, ya da ki, insanlar. Ona görə deməli, burada sürü sözündə, sürü nəyə deyilir? Çoxlu qoyunlara, cəmaət da çoxlu insanlara. Ona görə D variantını götürürük. 6. Hansı yenə toplu ismi soruşur? Burada da olacaq qoşun, alay. 7. Mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. Duymaqdan duyğu, sevməkdən sevgi, qorxmaqdan qorxu ismi əmələ gəlir və üçü də mücərrəddir. B-də üzrlə hesab edin. Yuxulu sifətdir, çıxdın. C-də məna, məqsəd bunlar sadədir. D-də yenə mərhəmət, sədaqət sadədir. E-də meşəlik pozur, çünki meşəlik konkretdir. 8. Yenə mücərrəd düzəltmə isimlər istəyir bizdən. A-da çəmənlik pozdu. C-dəki kədərli, həyəcanlı, onlar sifətlərdir. Sifətlərin mücərrədi konkreti olmur. Mücərrədlik, konkretlik ismə aid xüsusiyyətdir. Ona görə C-ni seçmirik. E-də yoldaş, sirdaş bunlar konkretdir. Üzümçü, gözətçi bunları da görürük. Bunlar da konkretdir. Lakin pisliklə yaxşılıq hiss olunan bir şeydir. Ona görə bunlar olacaq mücərrəd, həmçinin pis sifətindən pislik, yaxşı sifətindən yaxşılıq ismi əmələ gəlir. 9-da həmin şərtdir. A variantında nə pozur?
işlək sözü pozur, çünki işlək sifətdir. B variantında yenə gürültülü sifətdir. Əkinçi isimdir, lakin mücərrəd deyil. Ortaqlıq, bu da düzəltmədir, mücərrəd isim gedir. Lakin gürültü ilə əkinçi pozdur. C-də qavramaqdan qavrayış, insandan insanlıq, duymaqdan duyğu düzəltmə isimləri əmələ gəlir və hər üçü də hiss olunan bir şeydir deyə mücərrəd olur. 10. Saydan düzəlmiş mücərrəd mənalı ismi müəyyən edin. Az sayından azlıq ismi əmələ gəlir. A variantıdır. Digərlərdə yaxşı, doğru sözləri, bunlar sifətdir. Sifətə lıq-lıq şəkildə artırmaqla yaxşılıq, doğruluq ismi əmələ gəlib. Digəri isə bağırmaqdan bağırtı, çökməkdən çöküntü əmələ gəlibdir. Onlar da feillərdən isim əmələ gəlib. 11. Hansı cümlə ümumi isimlə başlayır? A, B, C, D-də görürük ki, xüsusi isimlərdir. Lakin E isə saray, hökümdarın sarayından söhbət gedir E-də. Ona görə E variantı ümumi isimdir. Sonra 12. Hansı cümlə xüsusi isimlə başlanır? Yer sözü əgər planet mənasındadırsa, onda xüsusi isim olur. Digər mənalarda isə ümumi isimdir. Ona görə variantımız olacaq D variantı. 13. Mücərrəd məna bildirən düzəltmə isimlər cərgəsini müəyyən edin. Bizə düzəltməsi istədiyi üçün uşaqlar. A variantından hamısı sadədir, çıxdın. B variantında səadət sadədir, çıxdın. Təşəbbüs sadədir, çıxdın. Atlı sifətdir, həmçinin çıxdın. C-də əkinçi, vətəndaş, mələk, bunlar konkretdir, çıxdı. Mələk görünürmü? Mələk yox, vətəndaş konkretdir. Başçı konkretdir, çıxdın. D-də sevgi, sevməkdən sevgi, yaxşı sifətindən yaxşılıq, anlamaq feilindən anlayış, şad sifətindən şadlıq ismi düzəlir və hər dördü də olacaq mücərrəd. E variantında ağıl pozur, meydança pozur, həmçinin yaşıllıq da pozur. Sonra 14. Mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. Kədərli, həyəcanlı sifətdir, çıxdın. Çəmənlik, bağlığı görürsən, konkretdir. Üzümçü, gözətçi, yoldaş, qardaşı da onu kimi. Lakin duyğu ilə birliyi görə bilmirsən. Ona görə C variantı. 15-də də yenə eyni şərt. Vətəndaşla təpəcik, meşəlik, güllük, başçı, əkinçini gördün. Konkretdir. Sevincli ilə maraqlı da sifətdir. Elə çıxdı, qaldı məndən, mən əvəzliyindən mənlik ismi yaranıb, anlamaq feilindən anlayış ismi yaranıb və mücərrəddir. 16. Deyir, biri mücərrəd mənalı isim işlənib. Yaylaqlar gözəl görünür. Burada bir dənə yaylaq ismidir. O da konkretdir. Aydının iki bacısı, bir qardaşı var. Burada da yenə konkretdilər. Bacı, qardaş, Aydın. Çalışqan şagird ata-anasının üzünü ağ edər. Burada da ata-ana, şagird görürük. Bu da konkretdir. Dünyanı gözəllik xilas edəcək. Nə xilas edəcək? Gözəllik. Burada deməli, gözəllik sözü isimdir, düzəltmə isimdir və mücərrəddir. İlxi örüşdə otlayırdı. İlxi ilə örüş konkretdir. 17. Cümlələrin birində mücərrəd mənalı isim var. Sözün də su kimi lətafəti var. Lətafət sözüdür burada. Lətafət yəni incəlik, zəriflik, gözəllik mənalarında işlənir. Cavabımız ona görə olacaq A variantı. Digərlərində isə yenə baxaq. Selcanın bir dayısı, bir əmisi var. Dayı, əmi, pambıqçı, məhsul, qışlaq, su, yaz, çay, bunları biz görürük. Gördüyümüz üçün də konkretdir deyə olmur. 18. Mücərrəd mənalı isimləri seçin. Fikir, anlayış, sonra
mücərrəd mənalı isimləri seçin. Fikirdir, anlayışdır, sonra çoxluqdur, sevgidir. Digərləri isə əkinçi pozdur, 3-də süzmə, gözlük, yaylaq, bunlar konkretdirlər. Ona görə cavab olacaq 1, 2. Sonra 19. Mücərrəd mənalı isimləri müəyyən edin. 1-dən meşəlik pozdur, 2-də yataq pozdur, 5-də çətir, xalamgil pozur. Qalır nə? 3, 4, bilik, duyğu, yuxu, xəyal. 20. Həm konkret, həm də mücərrəd mənalı. Bunlar hansılardır? Atalıq, analıq hissləri. Əgər bu hiss mənasındadırsa, olacaq mücərrəd. Lakin desəm ki, onun atalığı gəlmişdi, analığı gəlmişdi, axı görürsən bunu, o mənada da olacaq konkret. Ona görə 20 ilə 21 eyni şeydir. Birində atalıqdır, birində də analıq. 22. Mücərrəd mənalı düzəltmə isimlər cərgəsini müəyyən edin. A-da görürsən konkretdir. C-də üzümlük, çəmənlik konkretdir. D-də düzənlik, qazıntı konkret. Y-də də çəmənlik, düzəngah konkret. Qaldı B variantı. Yorğunluq, boşluq, üzüntü. 23. Mücərrəd mənalı düzəltmə isimləri göstərin. Bolluq, yuxuluq, tələbəlik. Əslində B variantındakı boşluq sözünü həm konkret, həm də mücərrəd mənalı düşünmək olar. Məsələn, deyirəm ki, hər hansı bir işdə boşluq var. Bu mənada mücərrəd. Amma desəm ki, məsələn, nəyinsə arasında boşluq var. Biz o boşluğu görürük, hiss edirik. Amma görsək də, görürük də onu. Hiss edirik. Nə bilim, götürmək olar məncə. Konkret də götürmək olar. Çünki görürsən də o boşluğu. Ara məsafəsi hiss eləyirsən. Boşluq nədədir? Bir nəsə ara məsafəsi olan yerdə. 23. Mücərrəd mənalı düzəltmə isimlər cərgəsini müəyyən edin. A-da mücərrəd mənalı düzəltmə isimlər. Yuxulu sözü sifətdir, çıxdın. B-də dadlı sifətdir, çıxdın. C duyğusuz sifətdir, çıxdın. C-də duymaqdan duyum, güvənməkdən güvənc, üzümdən üzümçü, üzümçüdən üzümçülük. Bunlar olacaq üçü də bir yerdə mücərrəd və düzəltmə. D-də üçü də mücərrəddir, lakin məna ilə məqsəd sadədir, istək düzəltmədir. E-də meşəlik konkretdir, ona görə çıxdıq. 24. Mücərrəd mənalı ismi müəyyən edin. Qaxınc olacaqdır. Məsələn, deyir ki, hər hansı bir işi başına qaxınc edib. Bu bizim başımıza qaxınçdır o mənada. Mücərrəd mənalı isim 25-də niskil sözüdür. Niskil qəm, kədər deməkdir. 26. Toplu isimləri göstərin. Toplu isim olacaq cəmaət, naxır, bir də millət. 2, 4, 7, B variantı. Sonra keçək ismin quruluşca növləri. Düzəltmə isimlərdən biri isimdən yaranıb, deyir. Azadlıq sifətdən yaranıb, çağırış feildən, sabitlik sifətdən, sənədləşmə feildən yaranıb. Sənədləşmənin kökü isimdir, lakin yarandığı nitq hissəsi isə feildir. Yarandığı nitq hissəsi deyəndə sonuncu şəkilçidən əvvələ baxırıq. Kökü deyəndə isə sonuncu leksik şəkilçidən, birinci leksik şəkilçidən əvvələ. İsimlərdən biridir, sifətdən düzəlməmişdir 2-də. Gəlinlik sözündə gəlin ismindən yaranıbdır. Gəlin ismindən gəlinlik yaranıbdır. Sonra 3. İsimlərdən biri sifətdən düzəlməmişdir.
bacılıq ismi bacı ismindən yaranıb. 4. Hansı cümlədə feildən düzəlmiş isim işlənmişdi? Dünən yeni sərgiyə baxış keçirildi. Burada sərməkdən sərgi, baxmaqdan baxış keçirilmək. Baxış keçirildi bir yerdə gedir. Sərməkdən sərgi əmələ gəlib. Sonra 2-də göyərti insanlar üçün faydalıdır. Göydən göyərmək, göyərməkdən göyərti əmələ gəlib. Bunu götürürük. Əməkdaşlar salona toplaşdılar. Burada isimdən isim düzəlibdir. Əməkdaş sözü çıxdı. Müfəttiş dəftərçəyə qeydlər edirdi. Dəftərdən dəftərçə sözü əmələ gəlir. Bu da isimdən düzəlib çıxdı. Vurğu fonetik hadisədir. Burada vurmaqdan vurğu əmələ gəlir, götürürük. Deməli 1, 2, 5 olacaq. 5. Mürəkkəb isimləri müəyyən edin. A variantında fındıqlı dərəsindən danılduzu söz birləşməsidir. B-də də taxıl biçini ilə at arabası söz birləşməsidir. C-də Əhmədin yuxusu söz birləşməsi, gözaltı zərf çıxdı. D-də evin kiçiyi söz birləşməsidir, çıxdı. Qaldı E variantı. Ağca qanat, bağa yarpağı, ördək burun. 6. Yalnız sadə isimlərdən ibarət olan bəndi müəyyən edin. A variantında daraq, dəyənək pozur. B variantında təpikdən başqa hamısı pozur. C variantı 4'ü də sadədir. D variantında sürü, sarğı, çəki pozur. Y variantında sərgi, çapıq pozur. Ona görə qalır C variantı. 7. Hansı söz mürəkkəb isim deyil? Dalbadal zərfdir, qalanları isə isimdir. 8. Düzəltmə isimlər cərgəsini müəyyən edin. Düzəltmə isimlər. A-da balaca, bu sifətdir, çıxdın. Qaçağan sifətdir, çıxdın. B-də qurucu, kəskin sifətdir. C-də dadlı, qabaqcıl sifətdir. D-də qızğın sifətdir. Qaldı E variantı ona görə. Gözəllik, otlaq, təmirçi. 9. Feildən düzələn isimləri müəyyən edin. Yaylaq isimdən düzəlib, meydança işçi də onu kimi. B variantında balıqçı düzlük isimdən düzəlib. C variantında birlik saydan düzəlib. D variantında hamısı üçü də isimdən düzəlib. Amma E variantında isə vurmaqdan vurğu, baxmaqdan baxış, yanmaqdan yanğın düzəlir. 10. Mürəkkəb isimləri müəyyən edin. Çalıb oynamaq çıxdın feildir. Qarlı boranlı sifətdir, çıxdın. Yavaş-yavaş dil ucub ora-bura bunlar da zərfdir, çıxdın. Qaldı 7-8 bir qədər. Bunlar saydı, çıxdın. Quş üzümü, daşqaş, qol budaq. Bunlar isə mürəkkəb isimdir. 11. Feildən düzələn ismi müəyyən edin. Birlik saydan, kəskinlik sifətdən, yaşıllıq düzlük sifətdən, yaşıllıq deməli düzlük də sifətdən, amma sancı isə sancmaq feilindən yaranıbdır. 12. Feildən düzələn isimləri müəyyən edin. Bitməkdən bitki, basmaqdan basqın, anlamaqdan anlayış. Elə A variantı olacaq. Digərlərinə də nəzər yetirək. B-də üçü də sifətdən düzəlib. C-də üçü də isimdən düzəlib. D-də də üçü də isimdir. Y-də də yenə üçü də isimdir. Sonra 13. Sifətdən düzəlmiş isimləri müəyyən edin. A-da görürük ki, saydan düzəlib, lakin B-də üçü də sifətdən düzəlibdir. C-də dostluq, qardaşlıq isimdən düzəlib, amma tanışlıq sifətdən. D-də birlik, gündəlik, həkimlik. Burada da yenə görürük ki, birlik saydan düzəlib, çıxdın.
E-də də isimlərdən düzəlib, ona görə qalır B variantı. Şaddan şadlıq, təmizdən təmizlik, zəifdən zəiflik. 14. Fe'l köklərinə artırılan q2, q2 şəkilçisi hansı nitq hissəsi əmələ gətirər? Asqı, çəpki, çalğı, qurğu. Təbii ki, nə olacaq? İsim əmələ gətirəcək C variantı. 15. Fe'ldən düzələn isimlər cərgəsini müəyyən edin. Qorumaqdan qoruq, daramaqdan daraq, daşmaqdan daşqın, sürməkdən sürgün olacaq A variantı. Digərlərində B variantında çolaq, ürək, pozur. C-də duyuq, yazıq, bunlar sifətdir çıxdın. D-da keçid fe'ldən düzəlsə də, amma dərslik bu fe'ldən düzəlməyib, isimdən düzəlib. Y-də yaxşılığın kökü düzəldiyi nitq hissəsi də sifətdir, çıxdın. Ona görə A variantı. Düşüncə də düşünməkdən, sevgi də sevməkdən yaranıb, gözlük isə isimdən yaranıb. 16. İsimdən düzələn isimləri müəyyən edin. A variantında yaxşı pozur, B-də təmiz, C-də yatmaq, Y-də dinləmək, amma D-də isə gül ismindən güllük, çay ismindən çaylaq əmələ gəlir. 17. İsimdən düzələn isimləri müəyyən edin. A-da ikisi də fe'ldən düzəlib, C-də asılqan fe'ldəndir, E-də də fe'ldəndir, D-də saflıq sifətdən düzəlib, ona görə qalır dağ ismindən dağlıq, döşək ismindən isə döşəkcə əmələ gəlir. Lakin döşəkcə sözünün kökü isə döşəmək fe'lidir. 18. Fe'ldən düzələn isimlər cərgəsini müəyyən edin. Yaraşmaqdan yaraşıq əmələ gəlir. Gəzməkdən də gəzinti əmələ gəlir. Deməli olacaq A variantı. Digərləri isə vurğun, durğun sifətindən yaranıb, vurğunluq. Gərgin sifətindən yaranıb, gərginlik. Dağıntıda sözün kökü elə dağıntıdır. Çünki dağdan dağıntı əmələ gəlməz. E-də xışıltı, taqqıldı. Bunlar təqlidi sözlərdən əmələ gəlmiş sözlərdir. 19. Fe'ldən düzələn isimləri müəyyən edin. A-da döşəkçə isimdən düzəlib. C-də ovçu isimdən. Y-də düzlük, açıqlıq, açıq sifətindən, düzlük, düz ismindən. Sonra B-də hörməkdən hörgü, çıxmaqdan çıxış əmələ gəlib. D-da güllü ismindən güllük, yay ismindən yaylıq əmələ gəlib. Yaylaq əmələ gəlib. 20. Məntiqi ardıcıllığı tamamlayın. Sərtlik, gənclik, pərişanlıq sifətdən isim düzəlib. Bizə onu soruşur, o da ona görə olacaq bədii sifətindən bədilik ismi. 21. Boyaqçı, qoruqçu. Bizə klasteri necə verirsə, biz ya düz verirsə düzü tapmalıyıq, yanlış verirsə yanlışı tapmalıyıq. Burada deyir boyaqçı ilə qoruqçu düzəltmədir, bəli. Kökləri eyni nitq hissəsidir, bəli. İkisinin də kökü fe'ldir. Amma hər ikisi kökü fe'l olsa da isimdən düzəlib. Boyamaqdan boyaq, boyaqdan boyaqçı, qorumaqdan qoruq, qoruqdan da qoruqçu ismi əmələ gəlir. Sonra 22. Fe'ldən düzələn isimləri müəyyən edin. Cızmaqdan cızıq, sonra qorumaqdan qoruq, yozmaqdan yozuq. 1, 3, 4. Artıq, sönük, uçuq bunlar sifətlərdir. 23. Fe'ldən düzəlmiş isim hansı cümlədədir? Kəskin söz, kəskin burada sifətdir çıxdın. Görkəmli sifətdir. Sonra qorxaq sifətdir, yağışlı sifətdir. Amma çəki isə isimdir. Çəkmək fe'lindən çəki ismi əmələ gəlib.
24. Feildən düzəlmiş isim hansı cümlədədir? Tutqun bu feildən düzəlmiş sifətdir. Hərbi isimdən düzəlmiş sifətdir. Qorxaq feildən düzələn sifətdir. Bilikli isimdən düzələn sifətdir. Qalır E variantı. Ölçmək feilindən ölçü ismi əmələ gəlir E. 25. Feillərdən düzələn isimlər. Tapşırmaqdan tapşırıq, yanmaqdan yanğın, dözməkdən dözüm. 1, 2, 6. Digərləri üzlük, başlıq isimdən düzəlib, alçaqlıq isə sifətdən düzəlib. 26-da daramaqdan daraq, basmaqdan basqın, qurmaqdan qurğu. Amma əzik, uçuq, satqın bunlar isə sifətlərdir, ona görə götürmürük. 27. Düzəltmə isimləri. Bilək sadədir, qorxaqla ürkək də sifətdir. Qaldı döşək, öskürməkdən öskürək, əldən ələ, ələməkdən ələk, dayamaqdan da dayaq əmələ gəlir. 2, 3, 4, 7. 28. Düzəltmə isimlər. Yığmaqdan yığıncaq əmələ gəlir, əldən əlcək, oyundan oyuncaq, yeldən yelləmək, yelləməkdən yellənmək, yelləndən də yelləncək əmələ gəlir. Utancaq, sevincək bunlar zərfdir. Ona görə 1, 2, 4, 5 olacaqdır. 29. Hansı isimlərin kökü feil olsa da feildən düzəlməyibdir? Deyingənlik kökü demək feilidir, lakin düzəldiyi nitq hissəsi deyingən sifətidir. Görünüşdə yarandığı nitq hissəsi də kökü də feildir. Döyüşçü döymək feilidir kökü, amma yarandığı nitq hissəsi döyüşdür. Sürücülük sürməkdir kökü, amma yarandığı nitq hissəsi isimdir. Düzülüş bunun kökü də yarandığı nitq hissəsi də feildir. Soyuducu da onu kimi soyumaq, soyutmaq. Yarandığı nitq hissəsi də kökü də feildir. 30. Hansı cümlələrdə ardıcıl olaraq quruluşca sadə düzəltmə mürəkkəb isim verilib? Bu sözdən sonra döşəkçələri düzdü və qohum qardaşa əyləşməyi təklif etdi. Söz sadə, döşəkçə düzəltmə, qohum qardaş mürəkkəb. 2. Eyvan sadə, əlcək düzəltmə, get-gəl mürəkkəb. 1 ilə 2-ni götürdük. 3-də quyu sadədir, mədənçi düzəltmədir, amma mürəkkəb isim yoxdur, canbaşla zərfdir. 4-də göy sadədir, dəniz sadə, dalğacıq sadə düzəltmə, mürəkkəbi yoxdur. 5-də əl sadə, qənddan düzəltmə, noğul nabat mürəkkəb. Deməli olacaq 1, 2, 5. Sonra 31. Hansı cümlədə ardıcıl olaraq quruluşca sadə düzəltmə mürəkkəb isim verilib? 1-də saz, sadə, çalğı düzəltmə, dağ-dərə mürəkkəb. 2-də dağ sadə, çəmənlik düzəltmə, çoban yastığı mürəkkəb. 3-də mürəkkəblər var, amma düzəltməsi yoxdur. Əli Səfa, qohum qardaş, dost tanış mürəkkəbdir. Toy sadədir, amma düzəltməsi yoxdur. 4-də mədəniyyət düzəltmə, saray sadə, kitabxana düzəltmə, mürəkkəb ismi yoxdur. 5-də alı sadə, dəmirçixana düzəltmə, dost tanış mürəkkəb götürürük. 1, 2, 5. 32. Həm sadə, həm mürəkkəb isim işlənmiş cümlələri müəyyən edin. 1-də hazır cavab nədir? Sifətdir, çıxdın. 2. Münəvvər sadədir, canıyananlıq mürəkkəbdir, götürürük. 3-də meşə sadədir, çır-çırpı mürəkkəbdir, götürdük. 4-də uşaqlar sadə, meşəbəyi mürəkkəb, götürdük. 5-də isə mürəkkəb isim yoxdur. Sonra deməli oldu ki, 3, 4, 33. Hansı cümlədə ismin quruluşca hər üç növünə aid nümunə var?
Yaxınlıqdakı günəbaxan tarlası ətrafa xüsusi gözəllik verirdi. Bir də günəbaxan mürəkkəb, tarla sadə, gözəllik düzəltmə. 2-də dağıntı sadədir, toz torpaq mürəkkəbdir, maşın sadədir, düzəltməsi yoxdur. 3-də ərşad sadə, üçatılan mürəkkəb, qamışlıq düzəltmə götürdük. 4-də yolçu düzəltmə, kolkos mürəkkəb, daş sadə, qaranlıq düzəltmə, bunları da götür. Deməli, burada da 3-ü var. Sonra 2, 1, 3, 4 olacaq. 34. Tərkibində adlıq halda sadə, təsirli halda düzəltmə isimlərin işləndiyi cümlələri müəyyən edin. Adlıq halda sadə, təsirli halda düzəltmə. Yaşıdları arasında igidliyi ilə seçilən anar hamının sevimlisi idi. Burada yaşıdları sözü təsirli halda deyil. Onun yaşıdları. Onun artıra bilirəmsə, deməli bu mənsubiyyətdir. Çıxdın. 2. O nəhəng qara buludu görürsənmi? Burada buludu sözü təsirlikdə, amma düzəltmə deyil. Ona görə çıxır. Adlıq halda sadə deyir. Burada çovğun sözü düzəltmə təsirli hal olsa da, amma adlıq halda sadə isim yoxdur. Ona görə çıxdın. 3. Qız adlıq halda sadədir. Bağlamanı bağdan bağla, bağlamaqdan bağlama əmələ gəlir. Düzəltmə təsirli haldadır. Bayram günlərində insanlar dostu, tanışı ziyarət edir. İnsanlar adlıq sadədir. Tanışı isə düzəltmə təsirlikdir. Götürdük. 5-də mühəndis sadədir, adlıqdır. Qazıntını isə qazmaqdan qazıntı. Bu düzəltmə təsirli haldadır, götürdük. 3, 4, 5 olacaq. 35-də hansı cümlədə sadə, düzəltmə və mürəkkəb isim işlənmişdir? Azadlıq anadır, dünya işıqdır, göydələnlər şəhərə bir yaraşıqdır. Azadlıq, yaraşıq, düzəltmədir, dünya işıq sadədir, göydələn isə mürəkkəbdir. Bugün şadlığımı çalsın, çağırsın, bülbülün mahnısı, qurbanın tarı. Burada mürəkkəb yoxdur, sadə ilə düzəltmə var. Düzəltmə şadlıq, sadə, bülbül, mahnı, qurban, tar sözləri. Bir gözəldir bu Qarabağ, təbiətin qucağında. Gözəlliyin, məhəbbətin ən səfalı bir çağında. Qarabağ mürəkkəb, təbiət sadə, qucaq isə qucaq, gözəllik. Bunlar olacaq düzəltmə. Saatları kim yaratdı? Ne için yarattı? Bu ölçü ilə kim dünyada murada çatdı? Burada da saat, murad, dünya sözləri sadə, ölçü düzəltmə, lakin mürəkkəbi yoxdur. Ona görə olacaq 1, 3. Hələlik uşaqlar ismin mənsubiyyətə görə dəyişməsi və hallanmasının izahını da yerləşdirəcəm.